Salam, hörmətli əməkdaşlar, hər birinizi xoş gördük. Mən Cəfərli Turaylı, ixtisasca biokimyaçı, dietoloq, nutrisioloqam. Hal-hazırda Sabir FM'də həm təlimçi, həm ekspert kimi çalışıram. Bildiyimiz kimi bizim hər həftə təlimlərimiz olur və fərqli-fərqli biz mövzulara toxunuruq. Bugünkü təlimimiz də qaraciyər haqqında olacaqdır. Çünki bu mövzunu salmaqda məqsədim son zamanlar bir şey diqqətimi çox çəkir ki, insanlar bizə hətta belə deyim, yaxınlarımız belə olsun, işdə oturarkən tez-tez müraciət edirlər ki, problem olaraq hansı ki, dərimdə səpgilər baş verir, çox az yeyirəm, lakin kökəlmə prosesi baş verir və ən əsası dərimdə soğuqluğu hiss edirəm. Bundan əlavə də insanlar əsas olaraq bu problemi dəyərləndirmirlər və əlbəttə ki, problemlər biz bu şəkildə səssiz şəkildə qoysaq, get-gedə artacaqdır. Qaraciyər ümumi olaraq çox səssiz gedən bir prosesdir ki, yəni qaraciyərin tərkibində baş verən prosesdən söhbət gedir. Yəni heç bir ağrısı yoxdur, lakin simptomları var. Ona görə də insanlar bu problemi çox gec fərqində varırlar və əgər qaraciyərdə pozulma başlayırsa da, özünün bir çox simptomları olaraq bu artıq çəki ola bilər, dəridə baş verən dəyişikliklər ola bilər, ləkələr ola bilər, səpgilər ola bilər, enerjisinin azalmasını görə bilər. Hətta psixoloji durumlar da bəzən olur ki, qaraciyər pozulmasından xəbər verir. Və bu proses əlbəttə ki, yəni 1-2 gündə baş vermir. Səssiz getdiyi üçün çox uzun bir müddətdə baş verir və sonunda da mərhələ olaraq çox yaxşı olmayan mərhələlərə gətirir, çıxardır. İlk olaraq bilirik ki, hər bir orqanın özünün funksiyası var. Qaraciyərdə həmçinin özünün funksiyası var. Qaraciyər bizim laboratoriyamızdır. İlk olaraq bunu başa düşmək lazımdır ki, yəni qaraciyər xüsusi onun görəvi var və ən önəmli o bizim laboratoriyamızdır. Bizim yediyimiz qidalar, bütün yağların metabolizması, içdiyimiz dərmanlar, hormonlar hər birinin metabolizması qaraciyərdə olur. Yəni təsəvvür edin ki, bu sistem pozulubdur və bizim orqanizmimizdə nələr baş verir və pozulan bir proses də səssiz səviyyədə gedir. Bizim dedik ki, detoks mərkəzimizdir ki, hansı ki, yediyimiz yeməklərdir, toksinlərdir, içdiyimiz bütün dərmanların metabolizması burada baş verir. Yağ ən önəmli yağ və şəkər mübadiləsi qaraciyərdə baş verir. Hormonların parçalanması qaraciyərdə baş verir. Dərimizin belə təmizliyi bizim qaraciyərimizdən asılıdır. Əgər bu sistem sağlam deyilsə, əlbəttə ki, digər sistemin normal fəaliyyətindən söhbət gedə bilməz. Ümumiyyətlə, qaraciyər piyələnməsi nədir sualına gəldikdə və bilirik ki, son zamanlar daha çox eşidirik ki, qaraciyər piyələnməsi və niyə əmələ gəlir, biz buna niyə kömək etməliyik? Əslində ilk olaraq mütləq dəyərləndirəndə qaraciyər piyələnməsi iki cür olur. Yəni alkoqol tiplidir, yoxsa alkoqolsuz qaraciyər piyələnməsidir. Bəzən olur ki, insanlar, yəni bir insan kök deyilsə də, bunu qaraciyərində piyələnmə yoxdur deyə anlayış yoxdur. Çünki köklük sırf qaraciyərdən xəbər vermir. Yəni arıq insanlar belə qaraciyər piyələnməsindən əziyyət çəkə bilirlər. Və ona görə dəyərləndirəndə mütləq qaraciyərimiz alkoqol tipli qaraciyərdə piyələnməsidir, yoxsa alkoqolsuz qaraciyər piyələnməsidir. Bu çox önəmlidir. Modern həyatımızda son zamanlar daha çox rast gəlinən tip alkoqolsuz qaraciyər piyələnməsidir. Alkoqolsuz qaraciyər piyələnməsində qaraciyər hüceyrələrinin içi yağla dolur və yağ hüceyrəsinin işini boğaraq bir iltihabi bir proses yaranır. Yəni sağlam bir qaraciyər keçir iltihabi bir qaraciyərə. Alkoqolsuz qaraciyər daha çox niyə son zamanlarda
müşahidə edirik. Onun əsas yaranmasının səbəbləri həddindən artıq çox karbohidrat, şəkər, fast food qidalar, oturaq həyat tərzidir. Yəni belə deyim, ümumiyyətlə gün ərzində bizə lazım olan şəkəri biz normadan artıq qəbul edirik. Artıq qalan bu şəkəri qaraciyər yağ kimi depoluyur və bu da əlbəttə ki, şəkərin yüksəlməsinə, insulinin yüksəlməsində və hüceyrənin karlaşmasında qaraciyərinin də əlbəttə ki, həmin bu prosesdə artıq şəkəri triqliserid kimi, yəni yağa çevirərək yağ hüceyrələrində qalır. Yəni qaraciyərin belə deyim öz yağ hüceyrələrinə dolur və işini pozur. Ə, və bundan əlavə də insanlar bəzən olur ki, mən az yeyirəm anlayışı həddindən artıq çoxdur və niyə mənim qaraciyərim yağlanır və səbəbi düzgün yeməməkdədir. Oturaq həyatdır. Yəni yediyi qidanın fərqində olmur ki, nə qədər şəkər yeyibdir. Və son zamanlarda qaraciyərin yağlanmasında qlikozadan çox ən önəmli burada qida fruktozadır ki, çünki fruktoza birbaşa qaraciyərdə metabolizma olur. Qlikoza özü bütün hüceyrələr istifadə edə bilir, amma fruktoza da belə deyil. Fruktoza sırf qaraciyərin metabolizmasında olduğu üçün və burada yəni həddindən artıq çox olan fruktoza, yəni bədənə daxil olan fruktoza birbaşa qaraciyər yağlanmasının səbəbidir. Oturaq həyat tərzi, çünki insan yediyini xərcləməyəndə bu zamanda da yenə bədəndə olan yük artaraq, insulin artaraq əlbəttə ki, qaraciyər piyələnməsinə gətirir, çıxardır. Fast foodlarda deyirik ki, şəkər olmasa da onun tərkibində trans yağlar olduğu üçün, qaraciyara da belə deyim, yad yağlar olduğu üçün maksimum 1% qaraciyər onu qəbul etdiyi halda, lakin insanların həyat tərzində həddindən artıq çox trans yağlar olduğu üçün bu şəkildə də qaraciyər piyələnməsi olur. Bunlar ümumi demək alkoqolsuz qaraciyər piyələnməsidir. Alkoqol tipli qaraciyər piyələnməsi, bu da həddindən artıq çox alkoqol qəbul edən insanlarda baş verir ki, bu alkoqolun tərkibindəki olan etanol asid aldehidə çevrilir. Yəni alkoqol qəbul etdiyi qaraciyər etanolu görən kimi onun ilkin bir maddəsi var, başlanğıc maddəsi. Əslində bunu tüstü kimi görür. Asid aldehiddir. Bunu asid aldehid hüceyrəyə düşən kimi başlayır birbaşa qaraciyər hüceyrələrini zədələnməyə. Yəni zədələyəndə burada yağ yandırma, yəni metabolizma, yağ yandırma prosesi dayanır. Yağ hüceyrələrinin içində qalır. Əslində burada daha vəziyyət pisdir ki, qaraciyər həm zəhərlənir, həm də piyələnir. Səbəb nədir? Dediyim kimi, maddə düşdü qaraciyara, artıq qaraciyara siqnal gəlir ki, bədəninə zəhər, toksik maddə daxil olubdur, yəni hüceyrələrinə. Bu zaman yağ yanma prosesi dayanır, çünki yağların yanması belə qaraciyərdə baş verdiyi üçün və bu da başlayır həmin təhlükəni aradan qaldırmaq üçün. Yəni bəzən olur ki, insanlar arasında, yəni az alkoqol qəbul edirəm, lakin bunun özü də belə təhlükə sayılır ki, yəni fərqi yoxdur. Az alkoqol qəbul etdim, çox aldım. Yəni sırf etanolun asid aldehidə çevrilməsi məhz qaraciyər üçün zədədir. Demək, əlamətləri çox önəmlidir və burada məsəl üçün bizə, sizlərə müraciət edən insanlara mütləq bir anamnez toplayanda əlamətlərə baxılmalıdır. Çox insan yorğun olur. Əgər məsəl üçün vitamin, mineral dəyərləri normaldırsa da, yorğunluğu, şirin istəyi, ən önəmli son zamanlar daha çox gördüyümüz qarın ətrafı abdominal piyələnmə görürüksə də, bunlar çox önəmlidir ki, hansı ki, bunlar qaraciyər piyələnməsindən xəbər verir. Bəzən olur ki, kökəlmənin özü də tipləri olur. Alma tipli, armud tipli. Alma tipli sırf metabolik sindromdan artıq orqanlarında piyələnmə var. Ən önəmli də qaraciyərdə. Və dəridə ləkələr. Məsəl üçün, bəzən olur ki, hətta dəri solğunluğu, səpkilərin, bax şəkildə göründüyü kimi daha çox bu şəkildə
xırda-xırda bel nahiyəsində, qol nahiyəsində olan bu səpkilər həmin qaraciyarın metabolizmasından, yəni pozulmasından xəbər verir. Dərinin, üz dərimizin rənginin solmasından, saralmasından biz qaraciyarın artıq toksinlərlə dolduğunu və piylənməsini müşahidə edə bilərik. Yəni əsas olaraq əlamətlər burada çox önəmlidir və bu əlamətləri biz səssiz qəbul etməliyik. Və bu da insandan insana görə dəyişir ki, hansı ki, bəzən olur ki, siqnal olaraq qaraciyər bizə dəri vasitəsindən, yorğunluqla bizə xəbər verir, abdominal piylənməklə. Və bəzən olur ki, heç xəbər vermir, səssiz gedir bu proses və ona görə də burada daha diqqətli olmalıdır və ona görə check-uplar çox önəmlidir. Və görürsüz, mərhələli şəkildə baş verir. Yəni qaraciyər piylənməsinin düz sirroza qədər gəlib çıxması, yəni əslində yəni bir günün işi deyil. Yəni bunun üçün illər lazımdır və insan yəni öz qaraciyərini əlbəttə ki, bu vəziyyətə qoymamalıdır. İlk olaraq normal qaraciyər keçir sadə yağlanmaya, hansı ki, birinci tip, ikinci tip, üçüncü tip. Ondan sonra yəni bu piylənmə bitdikdən sonra iltihabi bir fon yaranır. Artıq burada fibrozlaşma gedir. Sonra isə sirroz burada riski artaraq daha belə pis nəticələrə gəlib çıxırıq. Bu vəziyyətdə biz əsasən 3 istiqamətə fokuslanmalıyıq. Yəni burada çox önəmlidir ki, bu 3 istiqamətin 3-ü də birdən olmalıdır. İlk olaraq qidalanma çox önəmlidir burada. Çünki bəzi qidaları biz həyatımızdan çıxartmalıyıq. Əslində qidalanma haqqında qısa prezentasiya yerləşdirməmişəm, lakin burada sizə qısa ümumi məlumat verə bilərəm ki, biz burada fruktozaya aid olan qidalardır ki, hansı ki, həddən artıq çox meyvədir, meyvə qurulardır və yaxud da fruktozanı sırf meyvədə bilməyin. Bəzən paketli qidaların içində olan qarğıdalı siropların hər biri fruktozadır və bunlar birbaşa qaraciyərdən metabolizması getdiyi üçün və artıqlığı sırf qaraciyər yağlanmasına gətirir, çıxartır. Bunun üçün burada biz mütləq qidalanmamızda fruktozanı minimuma endirməliyik. Ağ undan, yəni karbohidrat yükünü tamamilə aşağı salmalıyıq. Mütləq alkoqolun azalması. Bəzən olur ki, insanlar həm qidalanması normal olur və daxili dəstəyi də eyni vəziyyətdə, yəni protokola uyğun şəkildə yerinə yetirir. Lakin alkoqolu həyatdan çıxartmır. İnanın ki, heç bir fərq olmur. Fərq olsa da çox az fərq olur. Və ona görə burada 3 istiqamətin üçünə də fokuslanmalıyıq. Daxili dəstək çox önəmlidir. Çünki artıq qaraciyər piylənəndə hüceyrələr zədələnmiş olur. Əlbəttə ki, biz sırf bunu qida ilə korreksiya etmək mümkün deyil və bizim əsas işimiz daxili dəstəyi burada əsirgəməməkdir. Çünki hüceyrələr zədələnib deyə və bu hüceyrələrin zədələnməsi üçün, yəni yenidən bərpası üçün biz daxili dəstəyə mütləq üz tutmalıyıq. Daxili dəstək dedikdə mütləq qaraciyər üçün ən önəmli aktiv maddələr antioksidantlar olmalıdır. Özdə fərqli antioksidantlar olmalıdır ki, hansı ki biz dedik ki, bəzən olur ki, insanlar antioksidantları səhv salır. Sırf qaraciyər üçün sərbəst radikallar, yəni pis hüceyrələri təmizləmə prosesi olaraq baxırlar. Xeyr, bu belə deyil. Antioksidantların özləri fərqli olur, işləri də fərqli olur. Məhz burada bizim zədələnmiş, piylənmiş qaraciyarda verəcəyimiz tərkiblər güclü antioksidantlar olmalıdır və ən önəmli fərqli antioksidantlar olmalıdır ki, qaraciyar özünü bərpa etsin. Detoks mərkəzi dəstəyi çox önəmlidir. Çünki qaraciyarımız bizim laboratoriyamızdır və bütün proseslər detoksifikasiyanın mərhələli şəkildə olması belə qaraciyarda gedir. Hətta belə deyim, biz qəbul etdiyimiz dərmandır, qidadır, onun bizə toksinləri atmaq üçün həmin o detoks mərkəzlərinin 3 fazasının üçü də işlənməlidir. Və həmin bu toksinləri, ağır maddələri də biz atılım orqanların vasitəsilə atmalıyıq. Və yağ metabolizmasının dəstəyi burada çox önəmlidir. Çünki ümumiyyətlə yağların parçalanması belə qaraciyərdə gedir. Hətta bunu da deyim ki, bəzən olur ki, insanlar deyir ki, bir həftəyə 3 kilo arıqlayım, 4 kilo arıqlayım. Bu mümkün deyil. Hətta qaraciyər belə burada zədələnir. Çünki biz arıqladığımız zaman parçalanan yağlar belə qaraciyərdə metabolizma olduğu üçün o yağların
artıq maddələri qaraciyər üçün zədəlidir. Və ona görə məsəl üçün həftəyə 1 kilo ən normal ideal çəki qaraciyər sağlam qalsın deyə bu şəkildə olmalıdır. Qaraciyər piyələnməsindən əziyyət çəkən insanlarda isə nə etməliyik? Bu zaman arıqlamaq üçün tez arıqlamaq mümkün deyil. Bu qaraciyər piyələnməsindən əziyyət çəkən insanlara mütləq detoks dəstəyi burada önəmlidir. Yəni daxilə qəbullar və ən önəmli biz burada çəki verərkən həftəyə yarım kilo mütləq burada çəki verilməlidir. Yəni həddən artıq çox çəki birdən verilməyi düzgün deyil. Qaraciyər piyələnməsindən əziyyət çəkən insanlara Sabira Wellness-də lazımı qədər belə deyim, həmin prosesi normallaşdıracaq qida əlavələri hal-hazırda mövcuddur. Məsəl üçün siz qida əlavələrinə istəmirəm ki, sırf məsəl üçün elə bunu Sinxavital 4 kimi və yaxud da bir omega 3 kimi bunun tərkibindəki olan aktiv maddələr çox önəmlidir. Məsəl üçün, qaraciyər piyələnməsində əziyyət çəkən insanlara aktiv maddə slimarindir, hansı ki, bu bitkidən alınan bir maddədir. Yəni, ümumi olaraq bu maddə tədqiqatlar sübut edib ki, qaraciyər membranını qoruyur. Və hansı ki, Sinxavital 4-də lazımı həmin o aktiv maddələr birgə istehsal olunubdur. Demək, Sinxavital 4 əslində onun tərkibində olan 2 dənə güclü aktiv maddə var ki, bunun biri slimarindir, digəri taurindir. Baxın, slimarin çox önəmli bitkidir. Qaraciyər yağlanmasında insanlara verilən əsas maddədir və onun işi neyinir? Biz dedik ki, qaraciyər yağlanıbdır və bu qaraciyərin membranı, divarı artıq zədələnibdir. Və zədələndiyi zaman slimarin həmin divarı möhkəmləndirərək və digər zədələnmələrin qarşısını alır. Taurin neyinir? Taurin əslində qaraciyərdə olan bir maddədir, yəni turşudur. Tam amin turşusu deyil, onun elə bil ki, törəməsidir. Taurinin əsas işi nədir? Taurinin əsas işi həmin bu yağ metabolizması, qaraciyərdə olan yağ yəni yağların parçalanmasını artırır və ən önəmli bu yağların parçalanması zamanı biz öd axınımız normal olmalıdır ki, bu yağ metabolizmi buradan yəni keçib getsin. Və taurin də işi yağ metabolizmasını gücləndirərək öd axını burada stimullaşdırır və bu şəkildə bizim bədənimizdən yavaş-yavaş çıxmağa gətirir, çıxardır. Flavonoid var tərkibində. Biz dedik, qaraciyər ümumi səssiz gedən bir xəstəlik olduğu üçün əsas önəmli və burada iltihabı fonları azaldır. Sinxavital 4-ü kimə biz tövsiyə edərik? Həm alkoqol tipli, həm alkoqolsuz qaraciyər piyələnməsindən əziyyət çəkənlərə, yüksək ALT, AST riski, yəni qaraciyər fermentləri yüksək olanlara hər birinə tövsiyə edə bilərik. Xromsuz olmaz. Yəni mən bir nutrisiolog kimi, dietoloq kimi qaraciyər piyələnməmiz varsa da mütləq hətta belə deyim, abdominal piyələnməsi olan insanlara mütləq burada xrom çox önəmlidir. Biz dedik ki, alkoqol tipli daha çox bizim həyatımızda rast gəlinən qaraciyər piyələnməsi daha çox alkoqolsuz qaraciyər piyələnməsidir ki, hansı ki bunlar daha çox şəkər yeyilmənin fonunda əmələ gəlir. Və onun üçün də daha çox şəkər yeyilmənin fonunda əmələ gələn alkoqolsuz qaraciyər piyələnməsində xromun əsas işi burada. Çünki artıq şəkər insulinin yüksəkliyini göstərir və burada da yenə qaraciyər çox yüklü olduğu üçün və xrom sırf həmin o insulinin hüceyrələrin içərisinə girmək üçün yardımcı olur və artıq bu qaraciyər biraz bu artıq yükdən qurtulur. Sonra isə omega 3 mən yəni son zamanlar öz təcrübəmə əsaslanaraq, oxuduğum araşdırmalara, girdiyim təlimlərdə ən çox duyduğum, hətta təcrübəmdə belə müsbət nəticə aldığım əsas qida əlavəsi məhz bu prosesdə omega 3-dür. Baxın, qaraciyər piyələnməsi dedik ki, fruktozadan daha çox əmələ gəlir, alkoqoldan çox əmələ gəlir və əlbəttə ki, burada trans yağlardan da söhbət gedir ki, insan bilmədən, hətta belə deyim, insan evdə belə sağlıqlı qida
qida hazırlayır deyir. Onun yağın işlənməsi çox önəmlidir. Əlbəttə ki, hər kəs qida mütəxəssisi ola bilməz. Belə bir şey yoxdur. Və işlətdiyi, məsəl üçün, o bəzən duru yağlar var ki, onların dərəcəsini artıq qoyanda artıq bu sağlıqlı yağ belə trans yağa çevrilir və bu zaman qaraciyər üçün bu yük olur. Və burada biz dedik ki, artıq şəkər, trans yağlar artıq triqliserid formasına keçirir və bu triqliseridlərin azalması üçün məhz bizə omega 3 lazımdır. Yəni omega əslində bizim qaraciyarımızda olan yağları, yəni bizə lazımsız bir yağlardır, pis yağlardır. Məhz həmin qaraciyarın metabolizması üçün triqliseridlərin sintezini aşağı salmaq üçün bizə omega 3 lazımdır. Yəni omega 3 olmasa o balans ola bilməz. Omega 3 burada həmin iltihabı da aşağı salır və həmin qaraciyərdə olan yağ keyfiyyəti problemini aradan qaldırır. Yəni yaxşı yağlarla qaraciyər qidalanaraq digər yağların azalmasına gətirir, çıxardır və ona görə də sırf hələ alkoqol tipli insanlarda digər göstəricilər dəfələrlə görmüşəm, analizlərinə baxdıqda ALT, AST normal, sırf QGT yüksəkdir. Artıq QGT odur ki, hüceyrə içi olan qaraciyər hüceyrələri zədələnibdir və bu da QGT-nin yüksəlməsi alkoqol tipli olduğundan bizə xəbər verdiyi üçün ilk olaraq biz qida əlavəsi omega 3-ü yazırıq. Hətta 3 ay biz mütləq bunu içməlisən tövsiyə edirik. Və gəldik ən əsas qida əlavəmizə, hal-hazırda şirkətdə olan istoki çistatı adlı bir qida əlavəsidir. Demək, bunu bu xüsusilə güclü, şiddətli qaraciyər piylənməsindən əziyyət çəkənlərə tövsiyə olunur. Çünki gördüyümüz kimi tərkibləri fərqlidir, işləri də fərqlidir. Əsas tərkibində biz dedik ki, qaraciyər zədələnibdirsə də bunun üçün bizə güclü antioksidantlar lazımdır və antioksidantların özü də fərqli-fərqli lazımdır. Və bu istokidə də eyni bu qaydadadır. Yəni, bunun tərkibində nə var? Gəlin belə baxaq. Polifenollarla katexinlər var. Bunlar güclü antioksidantlardır. Bunlar sırf qaraciyərdə yağ yığılması zamanı, yəni o trans yağlar yığılması zamanı sərbəst radikalları neytrallaşdırır. Və önəmli maddələrdən biri silimarindir. Silimarin ümumiyyətlə bu da necə qaraciyər piylənməsində əziyyət çəkən insanlara bu aktiv maddə artıq təsdiqlənibdirsə də, silimarin məhz burada da yenə işi həmin hüceyrə membranını stabil saxlayır. Yəni hüceyrənin divarını stabil saxlayaraq artıq toksiklərin hüceyrəyə, qaraciyara daxil olmasının azaldır. Və bununla yanaşı tərkibindəki olan silimarin qaraciyarın özünün yenilənməsini. Baxın, qaraciyar elə bir orqandır ki, səssizdir və əsasən o özünü bərpa etməyi bacarığına malikdir. Yəni digər orqanlar kimi deyil. Biraz ona dəstək verdiksə də, özünü, membran divarını gücləndirdiksə də, məhz burada proses olaraq özünü bərpa edir. Yəni bunun özünün funksiyası belədir. Bunun tərkibində antrakinon adlı bitki vardı ki, bunun da əsas işi dedik ki, biz qaraciyarda nə edirik? Həmin bu sərbəst radikalları neytrallaşdırdıq katexinlərlə, polifenollarla. Lakin bu sərbəst radikalları biz əlbəttə ki, bədənimizdən çıxartmalıyıq. Yağların metabolizmamızı bədənimizdən çıxartmalıyıq. Bu zaman biz öd axınımızı yaxşılaşdırmalıyıq ki, bunlar bizim qaraciyarımızdan çıxa bilsin. Qaraciyara bilirik ki, öd birləşik olur. Yəni, ödün özü, qaraciyar öd əmələ gətirir. Lakin ödün altında isə öd kisəsi olur və biz bu ödün stimullaşması üçün, həmin axını yaxşılaşdırmamız üçün biz tərkibindəki olan bu antraksiton adlı bitki də həmin prosesi yüngülləşdirərək onları bizim bədənimizdən çıxartmaq qabiliyyətinə malikdir. Bundan əlavə bunun tərkibində olan digər antioksidantlar var ki, bunlar da vitamin şəklindədir, kompleks şəkildə eyni istokinin tərkibindədir. Bu AC7-dir. Bunların əsas işi melanin balansını tənzimləyir. Biz dedik ki, qaraciyər pilləməsindən əziyyət çəkən insanlarda nə baş verir? Dəridə solğunluq, ləkələnmə. Bilmirəm, aranızda içənlər olubdursa da, yəni yəqin ki, bununla mütləq üzləşibsinizsə, istoki çistatı içdikdən
sonra dəridə olan ləkələrin azalmasını görürük, qaralmanın tonun bərabərliyini görürük. Məhz tərkibindəki olan bu antioksidantlara görədir. Hal-hazırda bilirik ki, şirkətdə bizim günlük həyatımızı dəstəkləyən nə var? Günlük həyatımızı dəstəkləyən çaylarımız var. Ə, Adi qida əlavələri belə qaraciyərdə demək orada metabolizması baş verdiği üçün bəzən qaraciyərdə yorulur. Lakin biz unutmamalıyıq. Biz hər gün qaraciyərımıza istər-istəmədik yük veririk. Yəni bilmədən və yaxud da bilərək də deyə bilmərik. Yəni yüklüyürük. Lakin hətta belə dediyim kimi qida əlavələri biz əlbəttə ki, daim içə bilmərik. Yəni bəzilərini çıxmaq şərti ilə. Məsələn, mən elə bir qida əlavələri var ki, hal-hazırda məsələn onu elə ömür boyu içsək daha yaxşı nəticə alarıq. Lakin bəzi məsələn istoki kistatı olsun, sinxavital 4 olsun. Bunu biz yəni ömür boyu daim içə bilmərik. Biz bunu profilaktik şəkildə, protokol şəklində fasilələrlə içməliyik və bu fasilə verdiyimiz dövrdə əlbəttə ki, yenə də qaraciyəri unutmamalıyıq və bunun üçün gündəlik bizə dəstəyə ehtiyacımız var və bu zamanda biz bu demək Baykal seriyasından olan 6 nömrəli çaydan istifadə edəcəyik. Onun tərkibində olan dağ tərfunu, qarğıdalı saçağı və çoban yastığıdır ən önəmli aktiv maddələr. İnanın ki, dağ tərfunun ekstratı həddindən artıq safra axını, yəni öd axınını stimullaşdırır həddindən artıq və burada da yağların parçalanması daha da asanlaşır. O qaraciyərdə olan ağırlıq yükünü azaldırır. Və digər itburnu meyvəsi və bundan əlavə quş qırxburğumu var ki, bunlar da güclü antioksidantlı, gündəlik bizə, qaraciyarımıza təsir edən oksidativ stresi tamamilə azaltmağı biz burada müşahidə edirik. Gəldik, demək bu prosesdə bizə müraciət edən insanlarda mütləq bu ləkə problemini görürük, qaralmaları görürük. Çünki qaraciyarın sırf bu piylənməsi melanin hormonundan tirazin fermenti ilə çox əlaqəlidir. Yəni qaraciyar artıq piylənibsə də birbaşa burada tirazin hormonunu yüksəldir və melanin yığılmasına gətirir, çıxardır. Əslində tirazini belə qəliz baxmayın. Bu dərimizə rəng verən bir fermentdir. Yəni bu bizdə normalda var. Lakin qaraciyər piyləndikdə bu çox aktiv vəziyyətdə olur. Və əgər bu insanlara məsələn qaraciyər piylənməsi varsa da, məsələn bir protokol təyin edirsə də bu üz dərisini də mütləq xaricdən də qulluq burada çox önəmlidir ki, hansı ki biz onlara daha çox arbutin niatinamid tərkibli maskanı tövsiyə edirik həftədə 1-2 dəfə və ən önəmli gündəlik həyat tərzinə, günün ilkin saatlarına vitamin C serumu. Vitamin C serumu çox önəmli serumdur, çox güclü antioksidantdır. Dəriyə inanın ki, həddindən artıq çox yaxşı təsir edir. Ən əsası da həmin bu oksidləşmiş melanini açır. Yəni rəng solğunluğunu görürüksə də mütləq vitamin C serumu burada bizim köməyimizə çatır. Gündəlik rutin olaraq ən azından bir həftədən sonra dəridə olan dəyişikliyi hər biriniz hiss edə bilərsiniz. Yəni bunlar da əlbəttə ki, qaraciyər fonunda yaranırsa da mütləq bunları da protokol şəklində biz istifadə etməliyik. Sonda isə hörmətli əməkdaşlar bunu demək istəyirəm ki, əsasən bəzən qaraciyər piylənməsini bəli çox görürük, lakin insanlar bunu ciddi qəbul etməyəndə də və yaxud da özlərinə cəza kimi mən qaraciyər piylənməsindən əziyyət çəkirəm və mənim problemim var. Əslində bu belə deyil. Əlbəttə ki, biz əgər vaxtında düzgün mexanizm ilə, düzgün dəstək ilə qaraciyarımızı bərpa edə bilərik. Yəni mən bunu əminliklə sizə deyə bilərəm. Ən önəmli burada bizə nə lazımdır? Əlamətlərdən şübhələniriksə də mütləq qaraciyarımızı fermentləri yoxlanmalıdır. Bir də sadəcə bir uzidən keçərək artıq biz nə etməliyik qərarını verməliyik. Çünki bunlar olmayanda düzgün mexanizm qurmaqda çətinlik çəkirik. Dediyimiz kimi ilkin olaraq əlamətlər önəmlidir. Bir ultra səs müayinə önəmlidir. Bir də ən azından fermentlər yoxlanmalıdır ki, düzgün diaqnoz qoyaq və düzgün mexanizm ən önəmli düzgün protokol biz təyin edə bilək.
Təlimin sonuna yaxınlaşdıq və hər birinizə təşəkkür edirəm təlimə qoşulduğunuz üçün. Ümid edirəm maraqlı təlim oldu və maraqlıdan əlavə son zamanların insanların ehtiyac duyduğu bir mövzu olduğu üçün bu mövzunu salmışam. İnşallah gələn təlimdə yeni mövzularla görüşmək ümidi ilə hər birinizə sağ ol deyirəm, təşəkkür edirəm.